məsuliyyət hiss edirsə, yəni necə rahat yata bilirsiniz, necə rahat azarkeşlərin üzünə çıxa bilirsiniz. Hələ futbolçuları deyirəm, hələ mən topu arxa səhnədə olan, o səhnənin arxasında olanlara atmıram o topu. Onlara da az qalıb, onlara da az qalıb. Bu kuboku görürsünüz, bu kuboku. Bu kuboku bir çoxları, yəni indi efirdən, bax bu kuboku istəyirsən, bax təqdim edeyim, bax bu kuboku. Bax bu kubok. Bu kubok görsəniz, bu kubok mənə də yaraşdı bu arada, onu sənim. Kubok sənin kubokundur. Əgər Neftçi Sabah səddini yarım final mərhələsində adlayıb finala yüksələ bilməsə, eyni zamanda finala yüksəlsə belə kuboku qazanmasa, Samir Abbasov kubok buradadır, gəlib götürə bilərsiniz. Neftçi rəhbərliyi gəlin kuboku götürə bilərsiniz, bax kubok buradadır. Yəni artıq neyniyək? Yəni bu kuboksuzluq, bu uğursuzluq fonunda və başqa mən nə deyə bilərəm? Bu arada hələ ki kubok aid olduğu yerdədir. Aid olduğu yerdədir. Yaxşı, gəlin də belə bir sual verim. Səncə kubok Neftçiyə və ya deyək ki, Sabaha qisməti olmasa, xüsusilə Neftçidən söhbət düşür də, indi Azərbaycan derbisindən sonra Samir Abbasov üçün bu son olacaq, yoxsa yox? Səncə? Məncə son olacaq. Yəni, mən demişəm, ya Berezutski gedəcək, ya Samir Abbasov gedəcək. Keçən səfər demişdim. Dediyim kimi, bəli. O qədər iddialısan. Samir Abbasovu bu qədər gərgin görməmişdim mən. Ötən oyunda da ümumiyyətlə mətbuat konferansına fikir versən, çox gərgin olur. Deyir ki, yəni Neftçidə işləməklə